Bağışlayan və mehriban Allahın adı ilə. İslamda səyahətin faydaları. İslamda səyahət insanın dini və dünyəvi məqsədlərlə yerini dəyişdirməsini əhatə edir. Bu həm ibadət, həm də maariflənmə, ticari əlaqələr və həyat şəraitini yaxşılaşdırmaq məqsədi daşıya bilər. Səyahət həm Allahın yaratdığı dünyanın gözəlliklərini görmək və ondan dərs almaq üçün vasitə olaraq dəyərləndirilir. Səyahətin bir neçə əsas növü vardır. Birincisi, ibadət məqsədli səyahətdir. Həcc ziyarəti, yəni Məkkəyə ziyarət vacibdir. Əlavə olaraq, həcc ziyarətində digər zamanlarda Məkkəyə ziyarət, eləcə də məsumların ziyarətgahlarını ziyarət etmək ibadət məqsədli ziyarətlərdəndir. 2. Elm və maariflənmə məqsədli səyahət. İslam alimləri elm öyrənmək və ya dini məsələləri araşdırmaq üçün səyahət etmişlər. Bu səfərlər bilik və təcrübə mübadiləsini təmin etmiş, İslam dünyasında elmin yayılmasına töhfə vermişdir. 3. Ticarət və ya iş məqsədli səyahət. İslam ticarəti təşviq edir və tacirlərin səyahət etməsini normal qarşılayır. Səyahət, yəni bazarlar tapmaq, ticarət əlaqələri qurmaq və iqtisadiyyatı canlandırmaq üçün bir vasitə olaraq görülür. 4. Dini və mədəni səyahət. Müsəlmanlar digər ölkələrdəki dini və mədəni abidələri, tarixi yerləri ziyarət edərək öz dinləri və mədəniyyətləri haqqında daha çox məlumat əldə edə bilərlər. İslamda səyahət yalnız bir yerdən başqa bir yerə getmək deyil, həm də insanın ruhunu, düşüncəsini və dünya görüşünü zənginləşdirmək üçün bir fürsətdir. Səyahət edərkən müsəlmanlar yeni insanlarla tanış olur, fərqli mədəniyyətləri öyrənir və öz imanlarını gücləndirirlər. Səyahət etmənin digər faydalarını qısa olaraq sadalamaq istəyərdik. 1. Səyahət etmək dilimizi yaxşılaşdırır. Xaricə səfərlərimiz zaman xarici dildə, daxili səyahətlərdə isə ana dilimizdə danışdığımız üçün səyahət həm ana dilimizi, həm də xarici dillərimizi təkmilləşdirir. Çünki ünsiyyətimizi gücləndirir. 2. Səyahət bizə tarixi öyrədir. Tarix təkcə kitablardan öyrənilmir. Səyahət edərkən biz getdiyimiz yerlərin tarixini də öyrənirik. O yerlərdən keçdikcə bəzi keçmiş hadisələrin, məsələn, müharibələrin izlərini biz də şəxsən müşahidə edə bilərik. 3. Səyahət insanı rutinlərdən çıxarır. Səyahət etmək insanı yeniliklər etməyə və yeni şeylər öyrənməyə təşviq edir. UNESCO-nun qocalığa verdiyi tərifə görə, rahatlıq zonanızı tərk etmirsinizsə, qocalmısınız. Səyahət bizi rahatlıq zonamızdan çıxarır. 4. Səyahət perspektivimizi genişləndirir. Səyahət üfüqlərimizi genişləndirir, həyata yeni baxışla baxmağa və hadisələri müxtəlif cür şərh etməyə imkan yaradır. 5. Səyahət etsəniz, insan münasibətləriniz də yaxşılaşacaq. Yeni dostlar tapacaqsınız və ictimailəşəcəksiniz. 6. Səyahət etmək psixologiyamız üçün yaxşıdır və stresimizi 90% azaldır. Məsələn, depressiyaya düşəndə səfərlərə çıxmaq və uzun yol getmək, xüsusilə düşünmək üçün insana çox vaxt verir. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.